Ağsu rayon mərkəzi xəstəxanasına gecə saat 4:30 radələrində 2 nəfər Ağsuda zəhərlənmə hadisəsi baş verib. Rayon ərazisində səhər saat 04:30 radələrində zəhərlənmə şübhəsi ilə bir kişi, digər qadın olmaqla 2 nəfər Ağsu rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə çatdırılıb. 1987-ci il təvəllüdlü Vəfa Teymurova və onun oğlu 7 yaşlı Məhəmməd Teymurov dəm qazından zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Ağsu rayon mərkəzi xəstəxanasına gecə saat 4:30 radələrində 2 nəfər, biri 1987-ci il təvəllüdlü qadın cinsindən, digəri 2018-ci il təvəllüdlü kişi cinsi olmaqla 2 nəfər daxil olmuşdur. Daxil olarkən diaqnozları dəqiqləşdirilməmiş tüstülərin, buxarların, qazların toksiki təsiri olmuşdur. Müalicələri reanimasiya şöbəsində davam etdirilən hər iki pasiyentin vəziyyətləri kafi qiymətləndirilir. Nizam Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Denis TV üçün.